Mən Samir İbrahimov, yeni şirkətin rəhbəri və təsisçisiyəm. Şirkətimiz kağız kisələrin istehsalı ilə məşğuldur və bu sahədə də kifayət qədər yol qət elədik, böyüdük, yeni müştərilər qazandıq. Böyümək öz yanında da bir sıra çətinlikləri gətirir bizim üçün. Şirkətin satın almasının planlaşdırılması, hesabatların hazırlanması, ümumiyyətlə istehsalata nəzarət, bunlar get-gedə çətinləşməyə başladı. Və düşündük ki, bizə bir ciddi bir proqram lazımdır. Bir şəkildə yerli bir proqramla olduğunu eşitdik, prospekt. Düşündüm ki, niyə də olmasın, prospektlər bir yolda olsun. Uğurlu oldu və hər gün bunun mən faydasını görürəm. Çünki çox sadə məlumatları əldə eləmək üçün mənim çox dəyərli vaxtım gedir, çox uzun vaxtım gedir. Vaxt itkisidir bunların hamısı. Amma prospektdə mən çox daha dərin məlumatları qısa bir müddət ərzində ala bilirəm. Düşünürəm ki, bu bizim şirkətin işlərini ciddi bir şəkildə qabağa aparacaq. Təsisçi kimi, bir istehsal rəhbəri kimi əminəm prospekt proqramı istehsalçılara məsləhət görürəm.